Dəccal artıq gəlib, bir gözü kordur və onun ideologiyasının alnında küfür yazılıb. Mən nə Dəccalam, nə də Məsih olduğumu iddia edirəm. Yeganə Məsih Məryəm oğlu İsa idi, əleyhissalam. O, 2000 il əvvəl gəldi və məxluqatdakı Allah idi. Mən onun sizə göndərdiyi elçisiyəm və şahidiyəm. Dəccal sizsiniz. Sizin ölkəniz Amerika Birləşmiş Ştatları Dəccaldır. Xalqları tapdalayan böyük dəmir eyvandır. Mən Muhammedin elçisiyəm, sallallahu aleyhi və aleyh. O da 1400 il əvvəl yer üzünə gəldi və məxluqatdakı Allah idi. Muhammed və İsa qardaşdırlar və onlardan bir-birinə daha yaxın iki elçi yoxdur. Xristianlar və müsəlmanlar da qardaşdır və hər ikisi İsanı Məsih kimi qəbul edir. Xristianlıq və İslamdan başqa yer üzündə İsanı qəbul edən başqa heç bir din yoxdur. Aranızda müharibə olması halal deyil. Qoy aranızda yalnız sülh olsun və hamınıza salam olsun.